Əslində sizə belə bir şey də deyəcəm. Bir fikirləşin, mən bunu qəti hökm kimi demirəm, qərarı özünüz verin. Mən ümumiyyətlə başqa nə səbəbə təkəbbür göstərdim ki, bəlkə ona görə ki, Allahın məndən sonra azad iradəli yeni bir varlıq yaratması xoşuma gəlmədi, hə? Çünki azad iradə böyük nemətdir və mən bunu həzm edə bilmədim. Amma gəlin baxaq, siz əslində nə dərəcədə azad iradəlisiniz ki, sizin azad iradəniz maddi, sosioloji, ətraf mühitin, dost və ailə və o cümlədən qohum çevrənizin sizə diktə etdiyi şərtlərə görə formalaşır. Yəni siz tam azad iradəli deyilsiniz. Sizin azad iradə dediyiniz şey sadəcə əlinizdə olan iki bərbad variantdan ən yaxşısını seçməkdir. Halbuki həqiqi azad iradədə, yəni real seçim şansında seçim etmək özü bir problemə çevrilir. Sən hansı qərarı verim deyə düşünməkdən beynini yandırırsan. Sizdə isə əksər hallarda cəmi iki yol olur. Ya bunu etməliyəm, ya da etməsəm batacam, məhv olacam. Risk etmək olmaz deyib əslində seçim dediyiniz o yeganə çıxış yolunu seçməyə məhkum olmağınızdır. Yəni həyatda verdiyiniz qərarların çoxu sadəcə variant çatışmazlığından yaranan bir əlatsızlıqdır. Hələ bir utanmaz da deyirsiniz ki, biz azad iradəliyik, düzdür, iradəniz azaddır. Həqiqətən də bir çox qərarları verərkən formal olaraq seçiminiz olur. Lakin onu da bilin ki, əgər iki variantdan birinin sizi birbaşa məhvə apardığını bilirsinizsə, onun çox zərərli olduğunu bilirsinizsə, o biri variantı seçmək azad iradə ilə verilmiş qərar deyil, sadəcə məhkumluqdur. Siz bəzən pisliyi sadəcə düşünə bilərsiniz, amma onu real olaraq etmək istədiyiniz halda bu təkcə azad iradənizə yox, ondan əvvəl maddi və mənəvi halınıza baxır. Sizin azad iradəniz beyninizin içində məhbus qalıb. Mən məhz buna görə deyirəm ki, Allah sizi zahiri əməllərinizə görə deyil, içinizdəki o gizli məhbus qalmış fikirlərinizə görə mühakimə edəcək. Sizdə çox şeyi pul deyilən o kağız parçası həll edir. Pulsuz adamların iradəsi demək olar ki, olmur, əsir qalır. Onların bütün qərarları sadəcə iki bərbad seçimdən nisbətən daha dözümlü olanını götürməkdir. Variant nə qədər azdırsa, seçim bir o qədər də asandır. Seçim nə qədər asandırsa, demək o əslində seçim deyil. Və belə götürək ki, əksər kasıblar, demək olar ki, hamısı, pulsuzlar sadəcə hər şeyin özlərinə ən uyğun, ən ucuz variantını götürürlər. Onlar seçmirlər, onlar sadəcə seçənlərdən geriyə qalan o lazımsız qırıntıları toplayırlar. Bu dünyada çox az insan həqiqi azad iradə ilə ömür sürür. Qalanları isə variant çatışmamazlığından başqa heç nə ilə üz-üzə gəlmirlər. Bir çoxunuz sonradan peşman olub deyirsiniz ki, mən axmaq oldum, gərək o günahı eləyərdim, gərək bildiyimi eləyərdim. Mən isə indi onların üzünə baxıb deyirəm, sizin sadəcə başqa variantınız yox idi. Çoxunuz evlənərkən, işə girərkən, dost seçərkən, sevgili olarkən ya da gələcəyə plan qurarkən əslində heç nə seçmirsiniz. Sizin sadəcə variantınız yoxdur və siz poxu görüb təzəyi götürürsünüz. Və mənəm o insan variant çatışmamazlığından, çarəsizlikdən düzgün yol seçəndə sonradan onun yanına gəlib sən nə təmiz adamsan, sən nə fəzilətli adamsan deyib onunla məzələnəm.